Salam dostlar, hər birinizi xoş gördük. Toyuqlar və Cüzələr kanalından hər birinizi salamlayıram, dəyərli dostlarımız. Uzun müddət idi video paylaşmırdım. Biraz başımız qarışıq idi. Bugün mən sizlərlə möhtəşəm bir video paylaşacağım və əminəm ki, çox xoşunuza gələcək. Videomuzu keçməmişdən öncə dəyərli dostlar, videomuzu bəyənin, abunə olun ki, bilməyənlərin qarşısına çıxsın, onlar da xəbərdar olsunlar. Dostlar, bugünkü videomuzun əsas məğzi, əsas məqsədi, əsas söhbəti dostlar, toyuqlarımızın mükəmməl bir yumurta verimi haqqında sizinlə danışmaqdır. Yəni mən bunu illərdir öz təcrübəmdə, öz praktikamda sınayıram, effektini görürəm və ucuz və sərfəli əmələ gələn əlavə yem qatqısıdır. İnşallah mən bunu sizlərlə paylaşacağım dostlar. Nəysə dostlar, keçdik videomuza. Dəyərli dostlarımız, ilk öncə mən sizlərə toyuqlarımızı göstərmək istəyərdim. Ekranda gördüyünüz toyuqlar Xarkov cinsinə mənsubdur. Ola bilər siz arxada qırmızı falan çolpa da görə bilərsiniz. Dostlar, onlar belə deyək, yiyəsi var, gəlib götürəcəklər. Onlar hələ də yəni yumurtamırlar açığı. Nəysə dostlar, Xarkovlardır. İnşallah bunların yumurta verimi onsuz da yaxşıdır. Amma indi videoda mən sizə göstərim ki, bu əlavə yem qatqısı həftədə 2, maksimum 3 dəfə vermək lazımdır. Yəni vermək lazımdır deyəndə biraz belə pis kobud çıxır. Versəz daha yaxşı olar. Amma effektində 100% görəcəksiniz. İnşallah keçdik həmən bu yem qatqısının düzəlməsinə. Dəyərli dostlarımız, bu da bizim Xarkovlarımızın yumurtasıdır. Siz Allah, bir dənə yumurtanın iriliyinə baxın. Cüt sarılı maşallah, əlimin yarısı boydadır. Təsəvvür eləyin dostlar. Mən bu yem qatqısından verdikdən sonra, baxın burada da var. Görürsünüz? Əksəriyyəti var. Tam orijinal Xarkov yumurtası var. Dostlar, əgər kim istəsə, damazlıq kimi artırmaq istəsə, direktdə mənimlə əlaqəyə keçsin, mən geri dönüş edəcəm. Nəysə, dəyərli dostlarımız, keçdik indi əsas mövzumuza. Dostlar, buna görə bizə lazım olacaq qurudulmuş, yəni islanmış quru çörək, yəni bildiyiniz karbohidrat qaynağıdır. 2. Enerji mənbəyi olan kəpək. A vitamini ilə yüksək səviyyədə A vitamini içərən rəndələnmiş yer kökü, ekranda da görürsünüz. Fərqi yoxdur, yəni xırda gözlən də ola bilər, iri gözlən də ola bilər. Və bu yem əlavəsinin olmazsa olmazı dəyərli dostlarımız bişirilmiş kilkə balığı. Dostlar, bir şey vurğulayım ki, kilkə balığında da yüksək protein qaynağı və fosfor vardır. Yəni bu da birbaşa olaraq bizim toyuqlarımızın həm sağlam qalmasında, həm verimli qalmasında, həm də mükəmməl bir tüklərinin parlayışını hiss edəcək bir gücə malikdir. Bu sadəcə olaraq təbiətin bizə verdiyi bir möcüzədir. Nəysə, dəyərli dostlarımız, ilk öncə biz ekranda gördüyünüz isladılmış quru çörəyi yaxşı əzirik əlimizlə. Amma bir şey də vurğulayım ki, dəyərli dostlar, diqqət edin, çörək köhnə, kifləmiş çörək olmasın. Əgər kifləmiş çörək olarsa, bu sizin toyuqlarınızda bir sıra xəstəliklərə və problemlərə gətirib çıxara bilər. Dostlar, mən bunu illərdir öz praktikamda, öz təcrübəmdə edirəm. Çox mükəmməl də nəticəsini alıram. Hər gün vermək yaxşı deyil. Yaxşı olar həftədə 2, maksimum 3 dəfə bu qatqını verin. Daha sonra dəyərli dostlar, kəpəkdən neredəsə 1, 2, harcı 3 olur, bizə yetərlidir. Daha sonra yenə də yaxşı qarışdırırıq. Dostlar, həm çəkiliş eləyirəm, həm sizə bunu mənim üçün biraz çətin olur. Amma narahat olmayın dostlar. Və daha sonra dostlar, ekranda gördüyünüz bu qarışımı biz əlavə edirik hamısını yer kökünə. Yəni kənarda biz bunu əlimizlə tam qarışdırırıq. Qarışdırdıqdan sonra isə bunu tam rahat şəkildə istifadə edəcəyik. Baxın, yəni diqqətlə ardıcıllıqda, yəni videonun sonuna qədər izləsəz ardıcıllığı tam görəcəksiniz dostlar. Daha sonra bunu da markofla yaxşı qarışdırırıq dostlar. Və nəticədə toyuqlarınızın bu qatqını necə gözəl həvəslə, necə möhtəşəm yeməyinin tam necə deyərlər, şahidi olacaqsınız. Buyurun dostlar, bu cür qaydada biz bunu qarışdırırıq. Qarışdırdıqdan sonra isə dəyərli dostlarımız, sual oluna bilər ki, bəs yaxşı Ay Sadiq, biz bu kilki balığını necə verəcəyik? Dostlar, bu kilki balığını
Elə yaxşı olar ki, suyunda verərsiniz. Baxın, bu cür qaydada əzirik. Mənim üçün biraz çətindir dostlar. Qoy mən tam əzim, sonradan videomuza davam edərik. Dəyərli dostlarımız, biz kilkini tam olaraq əzdik. Öz suyunda. Dostlar, suyunu atmayın qətiyyən. Nəyə görə? Çünki öz suyu belə tam vitaminli, bol fosforludur. Və daha sonra ekranda da görürsünüz. Tam olaraq düzəltdiyimiz qarışıma əlavə edirik və yenə də bunu yaxşı-yaxşı qarışdırırıq. Biraz qaynardı kilki, amma eyb yox, soyacaq. Tam soyduqdan sonra isə, əlim yandı, üzürlü sayın dostlar. Tam qarışdıraq, tam qarışdırdıqdan sonra ekranda gördüyünüz bu qarışım mükəmməl bir şey olacaq və həqiqət göz qabağında, reallıq tam göz qabağındadır ki, 4 günə verilən yumurta verimi möhtəşəmdir. Yəni bu aralar dostlar bir şey də vurğulayım. Əgər bu qarışımdan versəniz, yəni qışda versəniz daha gözəl olar. Verdikdə yaz aylarında sizin toyuqlarınızın qırt düşmə ehtimalı daha sürətli, daha yüksək olacaq. Arada belə yekə paylar da saxlayın ki, toyuqlarınız bunu götürüb ağzında qaçsın, streslərini atsınlar. Nəysə dəyərli dostlarımız, daha sonra isə biz bunu yem xovlarına veririk. Yəni, bu cür qaydada tam səliqəli, tam gözəl qaydada. Bunu yaxşı olar ki, dostlar, həftədə 2, maksimum 3 dəfə eləyin. Yəni, hər gün verməyin. Hər gün versəz, biraz problem yaşaya bilərsiniz. Toyuqlarınız hədsiz dərəcədə aktiv olacaq. Xoruzlar, toyuqlar. Yəni, bu da bir-birlərini zədələmə ilə nəticələnə bilər. Və eyni zamanda tərkibində çörək olduğuna görə də yağlanma effekti də verə bilər. Bu cür dostlar, sonra mən sizə bunu nəyin paylaşmaq istəyirəm? Toyuqlarım bunu necə həvəslə, yəni saniyələr içində, dəqiqələr içində buradan əsər əlamət qalmayacaq dostlar. Bu cür qaydada biz bunu veririk. Nəysə dostlar, indi isə bunu toyuqlarımıza verək. Dəyərli dostlarımız, buyurun baxın. Necə gözəl həvəslə, necə yüksək sürətlə yemi yeyib taladığının şahidi oluruq. Buyurun baxın. Təsəvvür edirsiniz dostlar, immunitet mükəmməl şəkildə qalxır və eyni zamanda verimlilik yüksək səviyyədə olur. Gecə-gündüz, hətta işıqları yanlı saxlasaz, gecə-gündüz toyuqlar dayanmadan yumurtlayır. Yəni bu sadəcə bir möcüzədir. Həqiqətən də bu bir möcüzədir. Dəyərli dostlar, buyurun baxın necə həvəslə yeyirlər. Həm tərkibində yer kökü var, həm protein qaynağı olan kilkə balığı var və eyni zamanda karbohidrat mənbəyi olan isladılmış quru çörək və kəpək. Belə, dəyərli dostlarımız, sağ olun, var olun, Allah'a əmanət olun.